Salam, hər vaxtın xeyir. Bugün səninlə həqiqətən də çox düşündürücü, bəlkə də sarsıdıcı bir mövzuya toxunacağıq. Viktor Frankl'ın İnsanın Anlam Axtarışı kitabı və onun bizə ötürdüyü mesajlar barədə danışacağıq. Biz Zehinpod olaraq belə dərin mövzuları araşdırmağı sevirik. Mənbələrimiz də birbaşa kitabın özüdür. Çalışacağıq ki, bu dərin təcrübədən və fəlsəfədən sənin üçün ən vacib, ən təsirli məqamları üzə çıxaraq. Salam. Bəli, Viktor Frankl adi bir ad deyil psixiatriya tarixində, Avstriyalı psixiatr idi, amma onun fərqi Holokost dəhşətini yaşamasıdır. Yəni, Auschwitz kimi ölüm düşərgələrindən sağ çıxıb. Və məhz bu, necə deyim, ekstremal təcrübə onun yaratdığı loqoterapiya məktəbinin təməlini qoydu. Yəni, məna ilə müalicə. Kitabın əsas sualı da elə budur deyəsən. İnsanı ən ağır, ən ağlasığmaz şəraitdə yaşamağa nə vadar edir? Həyatın mənası hardadır? Tamamilə. Frankl özü bunun canlı şahidi olub axı. Yəni, bu quru nəzəriyyə deyil. O demək olar bütün ailəsini itirib orada. Həyat yoldaşı, valideynləri, qardaşı. Hamısı ya düşərgələrdə, ya qaz kameralarında həlak olub. Dəhşətdir. Auschwitz reallığı dediyimiz şey təsəvvür etmək belə ağırdır. İnsanların tamamilə şəxsiyyətsizləşdirilməsi, ad yerinə nömrə verilməsi, bütün əşyalarının sənədlərinin alınması, üstəlik o fiziki şərtlər, aclıq, soyuq, qəddarlıq, hər an ölüm təhlükəsi. Elədir. Və belə bir vəziyyətdə psixoloji reaksiyalarda təbii ki, çox fərqli olurdu. Frankl müşahidə edir ki, əvvəlcə bir şok mərhələsi olur. Hətta qaz kamerasının dəhşəti belə bu şokda etir. Sonra isə çoxlarında apatiya yaranır. Apatiya. Yəni laqeydlik. Bəli, hisslərin kütləşməsi, ətrafda baş verənlərə qarşı tam bir bicanəlik. Bu, bir növ özünü qoruma mexanizmi idi, belə deyək. Amma Frankl'ın əsas vurğuladığı məqam başqadır. O deyir ki, bu apatiyanın, bu ümidsizliyin içində belə insanda nəsə qalır. İnsanın son azadlığı. Son azadlıq maraqlıdır. Hər şeyin əlindən alındığı bir yerdə bu necə mümkün olur axı? Hansı azadlıqdan söhbət gedə bilər? Bax, bu çox kritik məqamdır. Fiziki azadlıq əlbəttə ki, yoxdur. Tamamilə sıfır. Amma Frankl deyir ki, sənin əlindən heç vaxt alına bilməyəcək bir şey var. Verilmiş şəraitə qarşı öz münasibətini seçmək azadlığı. Yəni, başına gələn hadisələrə necə reaksiya verəcəyini seçmək. Bəzi məhbuslar, sayıca az olsalar da, məhz bu daxili azadlıqdan istifadə edirlər. Onlar öz əzablarını, öz faciələrini bir mənəvi qələbəyə, daxili yüksəlişə çevirə bilirlər. Bu, inanılmaz dərəcədə güclü bir fikirdir əslində. Bu, deyəsən, Nietzsche'nin o məşhur sözünü yada salır, Frankl da tez-tez xatırladırdı onu. Yaşamaq üçün bir səbəbi olan insan demək olar ki, hər necəyə dözə bilər. Bəli, bəli. Məna, məqsəd. Frankl üçün məsələn belə bir səbəb, düşərgədə itirdiyi kitabının əl yazmasını yenidən yazmaq, onu tamamlamaq arzusu idi. Gələcəyə yönəlik bir hədəf, bir məna hissi. Bu, sağ qalmaq üçün inanılmaz bir stimul idi. Deməli, ümid və məna hətta ən qaranlıq anda belə bir işıq rolunu oynaya bilir. Və heyrətləndirici məqamlar da var idi. Frankl yazır ki, ən dəhşətli vəziyyətdə belə məhbuslar birdən gün batımının gözəlliyinə heyran qala bilirdi. Ya da Alp dağlarının mənzərəsinə baxıb ilham alırdılar. Doğrudan, o şəraitdə. Çox qəribə də olsa, bəzən yumor hissini qorumağa çalışırdılar. Hətta məhbuslar arasında gizli şəkildə şeir oxunur, kiçik konsertlər təşkil olunurdu. Bütün bunlar göstərir ki, insan ruhu nə qədər əzilsə də tamamilə məhv olmur. Bax, bütün bu təcrübələr, bu müşahidələr sonradan loqoterapiyanın əsasını təşkil etdi. Loqoterapiya, adı da maraqlıdır, məna ilə terapiya. Bunu digər psixoterapiya məktəblərində, məsələn, Freudun və ya Adlerin nəzəriyyələrindən nə ilə fərqlənir əsasən? Əsas fərq insanın fundamental motivasiyasını harda görməsindədir. Məsələn, Freud üçün əsas daxili təkan həzz prinsipi, yəni həzz axtarışı idi. Adler üçünsə üstünlük axtarışı, gücə can atma idi. Amma Frankl başqa bir şey deyirdi. Bəli, Frankl iddia edirdi ki, insanın ən dərin, ən fundamental daxili gücü, onu hərəkətə gətirən əsas qüvvə məna axtarışıdır.
Yəni, insan hər şeydən çox öz həyatında bir məna, bir məqsəd tapmağa çalışır. Və loqoterapiyanın da məqsədi məhz budur. İnsana öz unikal mənasını tapmaqda kömək etmək. Frankl bunun yollarını göstərirmi? Hə, 3 əsas yol təklif edir. Birincisi, fəaliyyət yoluyla. Yəni, bir iş görməklə, bir əsər yaratmaqla. Sənin əməyin, sənin töhfən. Bu, həyatına məna qata bilər. Aydındır. Bəs ikinci yol? İkinci yol təcrübə və münasibət yoluyladır. Bir şeyi dərindən yaşamaq, təbiətin gözəlliyini duymaq, incəsənətdən zövq almaq və ya xüsusilə bir insanla dərin münasibət qurmaq, yəni sevgi. Sevgi, Frankla görə, başqa bir insanın unikallığını dərk etmək və ona çatmaq üçün ən güclü vasitələrdən biridir. Və üçüncüsü? Deyəsən bu daha çətin olanıdır. Üçüncüsü, bəli, bəlkə də ən çətinidir, amma həm də ən dərinidir, qaçınılmaz əzaba qarşı tutduğumuz mövqeyi ilə məna tapmaq. Əgər bir əzabdan qaçmaq mümkün deyilsə, sən ona necə dözməyi, ona necə yanaşmağı seçə bilərsən. Bax, bu seçim, bu mövqeyi özü həyata məna verə bilər. Bu, doğrudan da əzaba baxışı tamamilə dəyişən bir perspektivdir. Çox güclü fikirdir. Bəs bu məna axtarışı bloka düşəndə, yəni insan məna tapa bilməyəndə nə baş verir? Franklın neonigenik nevrozlar dediyi şey elə budur. Tam olaraq. Noos Yunanca ağıl məna deməkdir. Yəni, bu nevrozlar Freud'in dediyi kimi alt şuurda bastırılmış konfliktlərdən yox, birbaşa məna axtarışının uğursuzluğundan, insanın öz varlığının mənasını itirməsindən qaynaqlanır. Bu, müasir dövrlə də səsləşir deyəsən. O, ekzistensial boşluq hissi. Əlbəttə, müasir cəmiyyətdə çox geniş yayılıb bu. Mənasızlıq hissi, darıxma, həyatın puçluğu, daxili boşluq, Frank bunu ekzistensial boşluq adlandırır və deyir ki, bu boşluq çox vaxt özünü depressiya, aqressiya, müxtəlif asıllıqlar, narkotiklər, alkoqol, hətta işkolizm şəklində göstərir. İnsanlar bu boşluğu nəsə ilə doldurmağa çalışırlar. Amma əsas problem həll olunmur. Bəs loqoterapiya bununla necə mübarizə aparır? Hansısa texnikalar varmı? var, bəli. Məsələn, ən məxhurlarından biri paradoksal niyyətdir. Bu, xüsusilə qorxu və həyəcanla bağlı problemlərdə işləyir. Məsələn, tutaq ki, bir insan çox tərləməkdən və ya qızarmaqdan qorxur. Paradoksal niyyət texnikasında terapevt ona məsləhət görür ki, qəsdən bacardığı qədər çox tərləməyə və ya qızarmağa çalışsın. Qəribədir. Qorxduğu şeyi etməyə çalışmaq. Hə, paradoks budur. Amma bu, qorxu dövranını qırır. İnsan qorxduğu şeyin üstünə yumorla, qəsdən getməklə onun əslində nə qədər əhəmiyyətsiz olduğunu anlayır və qorxu azalır. Başqa bir texnikada derefleksiyadır. Diqqəti problemdən və özündən kənara, mənalı bir fəaliyyətə və ya başqa bir insana yönəltmək. Maraqlıdır. Bu da bizi, deyəsən, Franklın başqa bir vacib anlayışına, trajik optimizmə gətirir. Bu nə deməkdir? Optimizm, amma trajik. Bəli, bu Franklın sonraki dövr konsepsiyalarından biridir. O deyir ki, həyatın reallığında qaçılmaz olan bir trajik üçlük var. Əzab, günah və ölüm. Bunlar həyatın ayrılmaz hissəsidir. Amma bunlara baxmayaraq optimist olmaq mümkündür. Tam olaraq. Amma bu kör-körane bir optimizm deyil. Yəni, hər şey yaxşı olacaq demək deyil. Trajik optimizm, həyatın bütün bu faciələrinə, əzablarına, sonluluğuna baxmayaraq, ona hə demək. Onda məna tapmaq və insanın potensialını ən yaxşı şəkildə reallaşdırmaq bacarığıdır. Yəni, əzabın özündə də bir məna ola bilər. Əzab özlüyündə yaxşı deyil əlbəttə. Frankl heç vaxt əzaba haqq qazandırmır. Amma deyir ki, əgər əzab qaçınılmazdırsa, bizim ona qarşı tutduğumuz mövqe, ona necə dözməyimiz, ona hansı mənanı verməyimiz, bax bu bizim əlimizdədir və əzabı belə mənalı edə bilər. Kitabda çox təsirli bir misal var, o yaşlı həkimlə dialoq. Hə, xatırlayıram o hissəni. Həyat yoldaşını itirmişdi və çox dərin kədər içində idi. Bəli. Frankl ondan soruşur. Əgər siz ondan əvvəl ölsəydiniz, yoldaşınız necə əzab çəkərdi? Həkim dəhşətə gəlir. Deyir ki, bu onun üçün dözülməz olardı. Frankl isə cavab verir. Baxın, deməli siz onu bu əzabdan qorumusunuz.
Və indi sizin çəkdiyiniz bu əzab, bu kədər, əslində bu qorumanın, bu fədakarlığın bədəlidir. Vay, bu həqiqətən baxış bucağını dəyişir. Əzaba yeni bir məna qatır. Məhz elə, əzab birdən mənasız bir ağrı olmaqdan çıxır, mənalı bir fədakarlığa çevrilir. Bax, tragik optimizm budur. Ən çətin anda belə məna tapmaq potensialı. Deməli, bütün bu müzakirədən sonra Franklın əsas mesajını necə ümumiləşdirə bilərik? Ən əsas fikir nədir? Ən əsas fikir məncə budur. İnsan heç vaxt tamamilə şəraitin məhsulu, qurbanı deyil. Bizi əhatə edən şərait nə qədər ağır, nə qədər məhdudlaşdırıcı olursa olsun, bizim həmişə bir daxili azadlığımız var. Yəni, öz reaksiyamızı, öz münasibətimizi seçmək və bununla da həyatımıza məna vermək gücü. Tamamilə. Ən çıxılmaz vəziyyətdə belə bu güc bizdə qalır. Frankl göstərir ki, insan əzablara baxmayaraq, hətta bəzən məhz əzablar vasitəsilə böyüyə, inkişaf edə bilər. Və bu da, əziz dinləyici, sənin üçün bir düşüncə mövzusu ola bilər. Bugün sənin həyatına məna qatan nədir? Səni ayaqda saxlayan, çətinliklərə dözməyə kömək edən o səbəb nədir? Bəli, və qarşılaşdığın, bəlkə də qaçınılmaz görünən əzablar, çətinliklər qarşısında sən öz daxili azadlığından, öz mövqeyini seçmə gücündən necə istifadə edə bilərsən? Bu suallar üzərində düşünməyə dəyər. Ümid edirik ki, Viktor Franklın bu dərin və təsirli düşüncələrinə etdiyimiz bu qısa səyahət sənin üçün də maraqlı və düşündürücü oldu. Bu cür mövzuları araşdırmaq həmişə faydalıdır. Həqiqətən də, insanın daxili dünyasına və həyatın mənasına dair çox vacib məqamlara toxunur bu kitab. Əgər bu söhbətimiz xoşuna gəldisə və bu cür dərin təhlillərin davamını görmək istəyirsənsə, o zaman kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutma. Sənin dəstəyin bizim üçün çox önəmlidir. Gələn dəfə yeni bir mövzu və yeni bir təhlil ilə görüşənədək. Sağ ol. Sağ olun.